telefon zənginə mahnı qoyurlar da. Bu nədən ötürüdür? Kimsə zəng eləyəndə xəbərim olsun ki, zəng gəlir. Səssizdə deyil, kənardadır. Nəsə bir iş görürəm, oradan mahnı oxumağa başlayır, bildim, zəng gəldi. Ya götürüb zəngə cavab verirsiniz, ya da bəzi insanlarımız götürür, fikirləşir. Mən bu adamı tanıyırammı? Ona borcum var idi, onun mənə borcu var. Cavab verim, verməyimmi? Zəngə bir mahnı qoyub xoşuna gələn az qəşəng. Zəngə. Məsələn belə, dayanır, fikirləşir, burada da zəng gedir. Birinci variantda götürdün, cavab verdin, zəng dayandı. İkincidə sən qərar verməyə çalışırsan ki, buna cavab verim, verməyim. Ətrafdakı insanlar məcbur qalırlar o zəngi dinləsinlər. Ona görə gözəl insanlarımızdan xahiş edirik ki, telefonunuza zəng gəldi, bax, səsini eşitdiniz, oldu mu? Götürüb baxırsan, mənim telefonumuymuş. Bundan sonra bütün telefonların ya kənarında nöqtə var, ya üstündə, ekranda bir nöqtə görsənir ki, onu basırsınız, zəngin səsi kəsilir, amma zəng getməyə davam edir. Sonra oturun, fikirləşin ki, mən bu adamın zənginə cavab verimmi? Bu nömrə şübhəli nömrə, tanış gəlir, gəlmir. Ətrafdakı insanları narahat eləmədən telefonla danışmaq ədəbini də öyrədirik da, məcburiyyətdən ayıraq ki. Bunun başqa məsələləri də var. Onlara sonra gələrik ayrı başqa videolarda. Qısa deyək, yəni yekunlaşdırırıq. Zəng gəldi telefonunuza, çantada, cibdə, hardasa çıxartdınız, ya cavab verirsiniz, ya da səsini kəsin, deyəndə biraz sərt olur. Sonrasını amma fikirləşin ki, mən bundan nə edəcəm?